problem yoxdur. Əsas olaraq yastı qurdlar tipində biz e, belə onların çoxalması üzərində dayanmalı, çoxalması və inkişafı. Qaraciyər sorucusunun öküz soliterinin və ekinokokun inkişaf dövriyyələri mövzumuzda diqqət olunacaq hissələrdir. Yəni biz də başlayarıq qaraciyər sorucusundan. Benim ağ planları değildi. Var ya, Aqualanari'də yəni geniş inkişaf dövriyyəsi yoxdur da o cəhətdən. Yəni geniş inkişaf dövriyyəsi verilən heyvanlar qaraciyər sorusu. Yəni əsas sahiblə aralıq sahib arasında inkişaf dövriyyəsi dəyişənlər, yəni onları izah edəcəm. Və Aqualanari'də onsuz da yəni bir cüt yumurtalıqdır, çoxlu sayda toxumluqdur, mayalanma çarpaz gedir, hermafroditdir. Yəni qısa məlumat verilir. Amma digərlərində o saydığım 3 dənədə, yəni əsas sahib, aralıq sahib, onlar arasında inkişaf dövriyyəsi olduğu üçün biraz daha genişdir və izahatı da elə oradan başlayarıq. Birincisi qaraciyər sorucusu. Qaraciyər sorucusu sorucu qodlar sinfinə aiddir. Şifahi olaraq deyim ki, əsas sahib nədir, aralıq sahib nədir? Əsas sahib parazitin inkişaf dövriyyəsində yetkin fərd mərhələsində parazitlik etdiyi sahibdir. Yəni yetkin fərd mərhələsi hansı sahibin bədənində yaşayırsa, o sahib onun əsas sahibidir. Digər mərhələlərdə, yəni sürfə mərhələlərində daha çox harda parazitlik edirsə, həmin canlı onun aralıq sahibi sayılır. Qaraciyər sorucusunun əsas sahibi insan və kənd təsərrüfatı heyvanları ola bilər. İnsan və kənd təsərrüfatı heyvanları ola bilər. Kənd təsərrüfatı heyvanları nədir? İnəkdir, qoyundur, keçidir, camışdır, dəvədir. Yəni bunlar qaraciyər sorusunun əsas sahibləri ola bilər. Aralıq sahibi isə aralıq sahibi göl ilbicidir. Yəni bəzən kiçik göl ilbizi, bəzən böyük göl ilbizi deyirlər. Yəni ümumi olaraq göl ilbizi kimi qeyd edə bilərik. İnkişaf dövriyyəsi necə baş verir? Yəni başlayarkən çalışmaq lazımdır ki, birinci yetkin fərddən başlayaq. Yetkin fərd harda yaşayır? Əsas sahibinin qaraciyərdə. Yəni məsələn tutaq ki, düşünsək qaramal. Qaramalın qaraciyəri. Qaramalın qaraciyərində yetkin fərd. Aha, yetkin fərd özü nədir? Yetkin fərd çoxalmaq qabiliyyətinə malik olan fərddir. Yəni tam inkişafını başa vurmuş, artıq çoxala biləcək canlı yetkin fərd hesab olunur. Yetkin fərd nə edir? Yetkin fərd yumurta qoyur. Qaramalın qaraciyərində yetkin fərd var idi və yumurta əmələ gəldi. Yumurta öd axarı ilə gəlir. Öd axarı ilə bağırsaqda. Və daha sonra bağırsaqdan nəcis vasitəsilə xaric olunur. Xarici mühit. Xarici mühitdə yumurta. Deyir ki, yumurtanın inkişafının davam etməsi üçün bunun su mühitinə keçməsi lazımdır. Suda yumurta. Aha, bəxti gətirdi. Məsələn, suya düşdüsə, artıq suda yumurtadan kirpikli sürfə yaranır. Kirpikli sürfə kirpiklərin köməyi ilə suda üzür və suda üzür. Əgər bəxti gətirsə, suda gölməçə ilbizinə rast gəlsə, onun tərəfindən udulur. Deməli, ilbizin bədənində bədənində kirpikli
Sürfə. Aha. Daha sonra inkişaf prosesində ilbizin bədənində kirpikli sürfə çevrilərək bir neçə quyruqlu sürfə əmələ gətirir. Yazırıq quyruqlu sürfə. Bir neçə quyruqlu sürfə. Yəni bunu niyə bir neçə quyruqlu sürfə xüsusilə yazırıq? Çünki buna deyirlər sürfə mərhələsində çoxalma. Yəni əvvəl bir ədəd quyruqlu kirpikli sürfə var idi və bunun nəticəsində bir neçə quyruqlu sürfə əmələ gəldi. Aha. Bir neçə quyruqlu sürfə əmələ gəldi. Burada quyruqlu sürfə ilbizin bədənindən çıxır. Deməli, suda quyruqlu sürfə. Suda quyruqlu sürfə və daha sonra quyruğunu itirir, yəni bir ədəd quyruğu olur və çevrilir sistaya. Və sista yapışır ota, ot üzərində. Daha sonra qaramar gəlib otladıqda və yaxud gölməçədən su içdikdə keçir qaramalın bədəninə. Qaramalın həzm sisteminə keçir. Qaramalın həzm sistemi. Deməli, ağız, udlaq, qida borusu gəlir mədə, bağırsaq və gəlir bağırsaqda, yəni bunlardan, yəni həzm şirələrinin təsirindən sistanın örtüyü həll olur və cavan sorucu çıxır. Cavan sorucu və cavan sorucu da gəlir bağırsaqdan divarı deşir. Keçir qana, qanla gəlir qaraciyərə və qaraciyərdə yetkin fərd mərhələsinə çatır. Bu oldu qaraciyər sorucusunun inkişaf dövriyyəsi. Bu barədə kimin sualı varsa, nəsə aydın olmayıbsa, buyursun. Var mı sual? Xeyr. Xeyr, mən. Tamam. Onda davam edirik öküz soliteri ilə. Öküz soliterinin əsas sahibi insan, aralıq sahibi isə qaramaldır. Başlayırıq. Əsas sahibdən insanın nazik bağırsağında parazitlik edir. Öküz soliterinin bədəninin 3 hissədən ibarətdir. Deməli, insanın nazik bağırsağı. Aha. Yəni, nazik bağırsağında yetkin fərd. Bunlarda yumurtalar buğumların içərisində əmələ gəlir. Yəni, yetişmiş buğum. Yetişmiş buğum. Daha sonra yetişmiş buğumlar xaric olunur. Xarici mühit. Aha. Daha sonra xarici mühit və xarici mühitdə ot üzərində məsələn yapışıb, deməli, qaramal otladıqda keçir qaramalın həzm sisteminə. Qaramalın həzm sistemi. Qaramalın həzm sistemi
və həzm sistemi ilə gəlir onun deyək bağırsağına. Bağırsaqda onlarda 6 qarmaqlı sürfə çıxır. 6 qarmaq, yəni yumurtadan 6 qarmaqlı sürfə. Yenə sürfə bağırsaq divarını dəlir, keçir qana. Qanda sürfə. Sonra qan vasitəsilə gətirilir əzələyə. Əzələdə artıq əzələdə finnaya çevrilir. Aha, yəni noxud burada qovucuğa, finnaya çevrilir. Daha sonra insan yaxşı bişirilməmiş ət yedikdə, yəni yaxşı bişirilməmiş ət. Finnalı ət daha doğrusu. Yaxşı bişirilməmiş finnalı ət. Yine Ye- nasıl? Bəli? Yine nasıl? Finna dedim axı. Yəni onun 6 qarmaqlı sürfəsi qarmaqlarını itirir. Noxud bir də qovucuğa çevrilir. Necə ki, sista var idi qaraciyər sorucusunda, virüslərdə sista var, bakteriyalarda spor var. Yəni müəyyən bir örtüklə mərhələ. Yəni finna odur. Yaxşı bişirilməmiş finnalı ət, yəni insan da həmin o finnalı əti yeyəndə gəlir insanın bağırsağında yenidən yetkin fərd mərhələsinə gəlir. Bu da öküz soliterinin inkişaf dövriyyəsi. Var mı sual bununla bağlı? Yoktu bence. Tamam. Devam edə bilərik. Exinokokla. Aha. Bir də ki, mən istəyirəm dala qayıdım. Qaraciyər sorusunun törətdiyi xəstəlik, elə bunu yuxarıda qeyd edim. Törətdiyi xəstəlik fasiolyos xəstəliyidir. Öküz soliterinin törətdiyi xəstəlik. Deməli, insanda teniarinkoz, qaramalda finnos. Aha, davam edək. Exinokokla. Deməli, çox getdim deyəsən. Exinokok qeyd eləmişik. Əsas sahibi it, pişik, vəhşi, yırtıcı heyvanlar. Aralıq sahibi isə insan və kənd təsərrüfatı heyvanlar. Aha, yəni burada biz düşünə bilərik ki, qaraciyər sorusunun əsas sahibləri ki var idi, insan və kənd təsərrüfatı heyvanları qaraciyər sorusunun əsas sahibi idi. Burada onun, yəni exinokokun aralıq sahibi hesab olunur. Exinokokun inkişaf dövriyyəsi, yəni biraz daha qısadır. Necə olur?
e, yoluxur. Yenə başlasaq, əsas sahib. Əsas sahib məsələn, hər hansı bir yırtıcı heyvan. Deyək ki, it. İtin bədənində parazitlik eləyir. E, bağırsağı. İtin bağırsağı itin bağırsağında yetkin fərd. Ondan sonra yumurta. Yumurta xarici olunur. Xaricdə yumurta. Aha. Yumurtalar bundan sonra keçməlidir hara? Aralıq sahibinin bədəninə keçməlidir. Müxtəlif üsullarla keçə bilər. Yəni qida vasitəsilə, su vasitəsilə. Qida, su, e, məsələn, əsas sahibin tükünün üzərində. Əsas sahibin tükünə yapışmış halda. Yumurta. Eğer ki insan iti, pişiyi sığalladıqda o insan əlinə yapışa bilər. Yenə də məsələn biz qidalandığımız zaman qida vasitəsilə bizim həzm sistemimizə keçə biləcək. Bizim həzm sistemimizə keçəndən sonra yenə də altı qarmalı sürfə, yəni aralıq sahibin həzm sistemi. Aralıq sahibi, yəni insan da ola bilər. Aralıq sahibinin həzm sistemi, insan və ya qaramal və daha sonra yenə də bağırsaq divarından qana keçir. Bağırsaqdan qana və qanla müxtəlif orqanlara gəlir. Yəni daha çox da gəlir ağciyərə. Ağciyərdə finnaya çevrilir. Və həmin aralıq sahib canlıları, insan və yaxud heyvanlar öldükdə, yəni insanı düzdür, aparıb bastırırlar, təbii ki, dəfn edirlər. Amma heyvanlar əgər bastırılmayıbsa, vəhşi heyvanlar tərəfindən yeyildikdə gəlir, yenə də əsas sahibin bədəninə keçir və orada yetkin fərd mərhələsinə çatır. Deməli, vəhşi heyvan yedikdə. Aha. Və gəlir, məsələn, it, hər hansı bir ölmüş, məsələn, qaramalın cəsədi ilə qidalanıbsa, onun bədənindən həmin o finna itin bədəninə keçə bilər və gedib orada yetkin fərd mərhələsinə çatacaq. Törətdiyi xəstəlik. Törətdiyi xəstəlik olacaq exinokokkos. Aha. Bu soruşacağımız mövzudan idi. Biz təzə dərsimizin də izaha başlamışıq deyə, təzə dərsimizin də sap qurdlara aid olan mövzudan da qısa izahat verim. Hərqəvi qurdlar haqqında da məlumat verim. Ondan sonra, yəni ikinci 40 dəqiqəmizdə inşallah sırf olaraq sizdən mövzunu soruşalım. Yaxşı. Aha. Aha. Deməli, sap qurdlar tipi. Şifahi olaraq bəzi xüsusiyyətləri deyəcəm, amma əsas inkişaf dövriyyəsini sizə izah edəcəm ki, yadınızda qalsın. Demək,
Xüsusiyyət olaraq bunlarda yaranıb anal dəlik yaranıb həzm sistemində. Anal dəlik yaranıb bu nə deməkdir? Bu artıq bir istiqamətli həzm sistemi deməkdir. Bir istiqamətli həzm sistemi nədir? Əgər ağızdan qida daxil olursa, anal dəlikdən xaric olursa, o deməkdir ki, qida bir istiqamətdə hərəkət edir. Amma yastı qurdlarda belə idi ki, qida ağızdan daxil olurdu, gedirdi udlağa, sonra bağırsağa, həzm olunduqdan sonra təzədən qayıdırdı, gəlib yenidən ağızdan çıxırdı. Orada artıq bir dəfə daxil olma var, bir dəfə də qayıdıb xaric olma var. Orada istiqamət iki dəfə dəyişildiyinə görə bu iki istiqamətli həzm sistemi hesab olunur. Deməli, sapqurdlarda dedik ki, həzm sistemi bir istiqamətlidir. Bu yeni bir xüsusiyyətdir. Onlar yastı qurdlardan fərqli olaraq ayrı cinsiyyətlidir. Düzdür, ilk dəfə bunlarda deyil, bağırsaq boşluqlarda da ayrı cinsiyyətlilik var, amma yastı qurdlardan fərqli bir xüsusiyyətdir. Bunların dəri əzələ hissəsində də fərqlilik var. Yastı qurdlarda həlqəvi əzələlər, uzunlu əzələlər və bədəni örtən epitel qatı dəri əzələ hissəsini əmələ gətirir, amma sapqurdlarda yalnızca uzunlu əzələlər və bədən örtüyü var. Yəni həlqəvi əzələ onlarda yoxdur. Daha sonra bunlar üçün nə deyə bilərik? Deməli, həzm sistemində yeni orqanlar əmələ gəlib. Yəni, məsələn, yastı qurdlarda sadəcə ağız, udlaq və bağırsaq var idi, amma sapqurdlarda ağız, udlaq, qida borusu və bağırsaq. Yəni, yeni orqan olaraq qida borusu yaranıb, bağırsaq və təbii ki, sonda anal dəlikdə əmələ gəlmişdir. Bu da bir istiqamətli həzm sisteminin yaranmasına səbəb oldu. Bu oldu sapqurdların fərqli yeni yaranan xüsusiyyətləri. Sapqurdlara yəni tipdir təbii ki, sapqurdlar tipi. Sapqurdlar tipinin sinfi əsl sapqurdlar sinfidir. Əsl sapqurdlar. Əsl sapqurdlar və nümayəndələri insan asqaridi, uşaq biz quyruğu, və ankilostom. İnkişaf dövriyyələrini elə məlumat vermək istəyirəm. Başlayaq insan asqaridi ilə. İnsan asqaridi. Yəni parazit qurdlarda əsas sahibi, aralıq sahibi məsələsi olduğuna görə əsas sahibi insandır. Aralıq sahibi yoxdur. Sadəcə bir sahib üzərində inkişaf davam edir. Və başlayaq prosesdə dedik ki, birinci olaraq gerək yetkin fərd mərhələsini deyək. Bu, insanın nazik bağırsağında parazitlik edir. Deməli, insanın nazik bağırsağında yetkin fərd. İnsanın nazik bağırsağında yetkin fərd. Təbii ki, yetkin fərd yumurta qoyur. Yumurta nəcis vasitəsilə xaric olunur. Bunlar ayrı cinsiyyətlidirlər demişdik. Yəni, dişisində bir cüt yumurtalıq, erkəyində tək sapşaxilli toxumluq var. Deməli, yumurta xarici mühitə düşür. Xarici mühit. Xarici mühitdə deməli, yumurtanın inkişaf etməsi üçün lazımdır, deməli, oksigen, rütubət
və temperatur. Temperatur olsa, yumurta içərisində sürfə yaranır. Yəni, sürfəli yumurta əmələ gəlir. Sürfəli yumurta. İnsan bu parazitə bu mərhələdə yoluxur. Yəni, sürfəli yumurtası. Necə? Yəni, məsələn, tutaq ki, bağda işləyir, e, ağac dibini belləyir, məsələn, və yaxud indi düzdür, bizim indiki uşaqlar biraz təsərrüfatda işləyən deyirlər. Yəni, məsələn, deyək ki, kartof əkib, gedib bağda kartof çıxarıb gətirib, biraz yorğundur. Ana evdə çörək pişirir, isti çörək və yaxud qonşu həyətdə təndirxanada çörək pişirir. Çağırdı ki, mənim balam, gəl, isti çörək verim sənə yenə. Və o da deyək ki, ərindi, gedib bir də əllərini yumağa, bir balaca əllərini belə təmizlədi, getdi çörəyi aldı, başladı yeməyə. Deyək ki, əlində olan torpaq hissəciyi ilə həmin o sülfəli yumurta çörək vasitəsilə daxil oldu insanın bədəninə. İnsanın bədəninə daxil olanda o sülfəli yumurtadır. Yenidən belə deyək ki, uduldu. Deməli, udulan sülfəli yumurta. Sülfəli yumurta. Aha, sülfəli yumurta udulur və gəlir bağırsağa. Bağırsaqda. Bağırsaqda sülfəli yumurta örtüyü təbii ki, həll olur və sülfə azad olur. Sərbəst sülfə. Sərbəst sülfə bağırsaq divarını deşir, qanla gəlir qaraciyərə. Deməli, qan, sonra qaraciyər, sonra gəlir ürəyə, sonra gəlir ağciyərə və ağciyərdədir. Öskürək yaradır, ağciyərdən gəlir ağıza və ağızdan sonra deyək ki, udlaq qida borusu, yəni həzm sistemi gəlir insanın elə nazik bağırsağına və yetkin fərdə çatır. Yəni, bu mövzu ilə bağlı, yəni insan asqarının inkişaf dövriyyəsi ilə bağlı nəyə bilməliyik, diqqət etməliyik. Deməli, diafraqmadan onun mərhələlərinin neçə dəfə keçməsi. Yəni, diafraqma bilirik ki, döş boşluğunu qarın boşluğundan ayıran əzələvi pərdədir. İlk dəfə sülfəli yumurtanı bir qəbul edirik. Deməli, yazacaq diafraqmadan keçməsi. Bunu qeyd edəsiniz özünüz üçün, çünki mövzuda yəni, bunun sayı ilə bağlı məlumat verilməyib. Düzdür, yəni inkişaf dövriyyəsi yazılıb, məntiqlə tapa bilərsiniz, amma hazır olaraq mən sizə deyirəm, diafraqmadan keçməsi sülfəli yumurta. Sülfəli yumurta. Bir dəfə sərbəst sülfə iki dəfə. Aha. Necə oldu bu? Sülfəli yumurtanı biz qəbul elədik. Ağızdan udulaq, qida borusu gəlir, diafraqmanı keçir. Bir dəfə orada keçmiş oldu. İkinci dəfə dedik ki, bağırsaqda sülfə azad oldu. Sülfə bağırsaqdan keçdi qana, qanla gəldi qaraciyərə. Qaraciyərdən ürəyə gələndə qaraciyər qarın boşluğundadır, ürək döş boşluğundadır. Qaraciyərdən ürəyə gələndə bir dəfə diafraqmanı keçdi. Sərbəst sülfə bir dəfə keçmiş oldu. İkinci dəfə dedik ki, ürəkdən getdi ağciyərə, ağciyərdən öskürək yaratdı, təzədən gəldi udlağa, ağız boşluğuna, təzədən biz udğunluq onu ötürdük. Yenə qida borusu getdi mədəyə və o zaman, yəni qida borusu vasitəsilə ikinci dəfə sərbəst sülfə diafraqmadan keçmiş oldu və getdi bağırsaqda yenidən yetkin fərd mərhələsinə çatdı. Bu da insan asqarının inkişaf dövriyyəsi, törətdiyi xəstəlik askaridoz. Askaridoz. Aha. Bu da insan asqarının inkişaf dövriyyəsi. Varmı bununla bağlı sualınız? Yoxdur hocam.
Tamam. Yəni mövzumuz da təbii ki, PDF-də, materialda geniş məlumat olacaq, amma inkişaf dövriyyəsi ardıcıllığı bu şəkildədir. Bir də şifahi olaraq deyim, yəni vaxtımız az olduğu üçün, bəzən testlərimizdə suallar olur. Yəni hansı qan damarlarında bunun mərhələlərinə, zülfəsinə rast gəlmək olar, hansı damarlarda rast gəlmək olmaz. Deməli, bağırsaqdan üzü ağciyərə doğru bütün damarlarda rast gəlmir. Bunlar hansı damarlardır? Yəni inşallah videonu atanda qulaq alsanız qeyd eləyərsiniz. Birinci olaraq bağırsaqdan çıxan damar bağırsaq venasıdır. Daha sonra qaraciyər qapı venası ilə gəlib qaraciyərə daxil olur. Sonra qaraciyərdən xaric olur qaraciyər venası ilə. Sonra qoşulur aşağı boş venaya. Aşağı boş vena ilə gəlir ürəyin sağ qulaqcığına. Ondan sonra keçir ürəyin sağ mədəciyinə. Sonra ağciyər kötüyü ilə ürəkdən çıxır. Ağciyər arteriyalarına şaxələnir. Daha sonra ağciyər arteriyaları gedir ağciyərə daxil olur və ağciyərdən artıq damarla qayıtmır. Yəni ağciyərdən deyir ki, öskürək yaradır, deyək ki, bronxlara, bronxlardan nəfəs borusuna, nəfəs borusundan qırtlağa, yəni gəlir burun udlağa, oradan da ağız boşluğuna düşür və yenidən udur. Hansı damarlarda rast gəlinməz? Əksinə ağciyərdən ürəyə tərəf gələnlərdən. Ağciyər venası, bilirik ağciyərdən ürəyə gəlir, qanı gətirir. Sonra sol qulaqcıq, sol mədəcik, aorta, bədənin digər bir çox arteriyalarında rast gəlinməz. Yəni venalardan da yəni digər orqanların venalarında təbii ki, rast gəlinməz. Yəni mədənin venası olsun, bağırsağın venası olsun, böyrəyin venası, bağırsaqda rast gəlinir dedik, böyrəyin venası olsun. Bunlarda rast gəlinməz. Aha. Bu şəkildə yadımız qeyd edib, yadınızda saxlayasınız. Şimdi vaxtımız varsa